Biri ilə söhbət edəcəksənsə, biri ilə münazara edəcəksənsə, hətta kafir olsa, İslam bizə ədəb öyrədib nə mülayim olmaq. Amma baxırsan ki, bıraq kafiri, iki müsəlman insandır, mübahisə edir, lakin mülayim ola bilmir. Diqqət edin, Allah subhanahu wa ta'ala yer üzünün ən xeyirli insanını, yer üzünün ən şərli insanının yanına göndərir. Musa aleyhisselamı Fironun yanına göndərir. İzhəbə ilə firavuna innehu tağa. Fironun yanına gedin, çünki o həddi aşmışdı, tuğyanlaşmışdı. Fəqulə ləhu qavlən leyyinə. Fəqət deyir Allah azə və cəllə ona yumşaq sözdür. İndi qardaşına sərt söz deyən, qardaşına sərt nəsiyyət edən insan iki şey demək istəyir. Ya deyir ki, mən Musadan daha xeyirliyəm və yaxud da deyir ki, o qardaşın Firondan daha zalimdir. İki ehtimal da olmayacağına görə, yəni sən nə Musadan daha xeyirli deyilsən, sən nə Musadan daha xeyirli deyilsən, nə də sənin qardaşın Firondan daha zalim deyil. Elə isə qardaşınla mübahisə etdiyin zaman mülayim olacaqsan. Elə mübahisə edir ki, elə əl-qol hərəkətləri edir ki, İslami bir ixtilafın sonucu çanixi qardaşın başına vurmaqla bitir. Ola bilər bu şey. Allah Musanı Fironun yanına göndərəndə deyir ki, yumşaq ol, ona yumşaq söz deyil. Əgər Fironun yanına gedəndə insan yumşaq söz deməlidirsə, bəs qardaşı ilə münasibətdə, bəs ev əhli ilə ixtilaf etdiyi zaman, ev əhli ilə dalaşıb aralarında ixtilaf düşdüyü zaman, yəni sənin ev əhlin Firondan daha mı pisdir? Ki sən ona mülayim, xoş rəftar etməyi özünə kərih bilirsən, sənin zövcən Firondan daha pisdir, sənin övladın Firondan daha pisdir, insan gələ Allahdan qorxsun. Kiminlə ixtilaf edirsə etsin, xüsusən də qarşıdakı müsəlmandırsa, gələ insan yumşaq olsun. Allahdan qorxsun və qarşı tərəfə qarşı mülayim olsun.